Bir dəqiqə gözləyin. Əl vurmayın bir dəqiqə. Siz özünüzü təqdim edin. Teens adının Kital şirkəti internet saytlarına boş vakansiyalar yerləşdirərək işə düzəltmə adı ilə insanları aldadır. Sosial şəbəkələrdə Teens şirkəti ilə bağlı şikayətlərin sayı artıb. Vətəndaşlar iddia edirlər ki, işə düzəltmək adı altında onlardan pul alıblar, lakin heç bir işlə təmin etməyiblər. İddia olunur ki, bu hal uzun müddətdir davam edir. Ancaq şirkət hələ də fəaliyyət göstərir. Məsələnin mahiyyətini araşdırmaq üçün hazırda şirkətin yerləşdiyi ünvandayıq. Görək bizə məsələ ilə bağlı cavab verən olacaq ya yox. Bir dəqiqə gözləyin. Əl vurmayın bir dəqiqə. Siz bir dənə əl vurmayın. Siz özünüzü təqdim edin. Şikayət daxil olub Teens şirkəti ilə bağlı. Biz də ondan bağlı çəkiliş eləməyə gəlmişik. Şirkətin əməkdaşları əvvəlcə bizim çəkilişimizə mane olmağa çalışsalar da, daha sonra açıqlama verməyə razı oldular. Çox təəssüf edirəm bu proses barəsində. Bizim hal-hazırda bu proseslə bağlı məlumatımız var. Hüquq mühafizə orqanlarına məlumatlar vermişik. Həmin insan haqqında araşdırmalar aparılır. Teens şirkəti işə düzəltmə deyil. Teens şirkəti Azərbaycanda qida əlavələrinin realizasiyası ilə məşğuldur. Ümumiyyətlə, Teens şirkətinin konsepsiyasında belə bir şeylər yoxdur ki, kimlərsə bunu məcburdular, satmalıdırlar və yaxud da ki, gəlin bunu sataq. Biz sadəcə Teens şirkətinin Azərbaycandakı nümayəndəliyi kimi, yəni mən burada çalışan bir insan kimi insanları maarifləndirərək Teens şirkətinin qida əlavələrinin realizasiyasını həyata keçirmək istəyən bir şəxs kimi məlumatlar paylaşır. Eyni zamanda şirkət saxta məhsul satmaqla bağlı şikayətlərə cavab olaraq müvafiq qurumların təsdiqlədiyi sertifikatları bizə təqdim etdi. Verilən müsahibənin həqiqəti nə qədər əks etdirdiyini zaman göstərəcək.